Herkese salam kızlar, kanalıma xoş gəlmisiniz. Mənim səhərim də bugün öz vlogumla açıldı. Dünən sizə çəkmişəm, necə buraları səliqəli yığışdırıram. Baxın, çiçək kimidir, tərtəmiz, adamın lap kefi açılır bura daxil olanda səhər-səhər. Badımcan da burada dəhşət yaltaqlanır. Mən də tuta bilmirəm niyə. Sonra bura baxdım və tutdum niyə görə. Dünən doldurmuşdum mən. Hamısını yeyib. Yenə deyir doldur. Ay səni xuliqan. Yay aylarında ümumiyyətlə hər gün çimməsəm mən özümü komfort hiss eləmirəm. Ona görə gedirəm çimməyə. Kofemi içim, bir-iki dənə video çəkmək istəyirəm Instagram üçün və çıxıb gedim Temu bağlamanı götürüm. Orada maraqlı paltarlar var, özüm də səbirsizlənirəm. Gedim götürüm. Və yenə də bu kofedən içəcəm. Çox xoşuma gəlir. Amma bunun pakovkasının içində o qədər çoxdur. Belə balaca stəkan götürəndə çox olur. Ona görə bunun yarısını istifadə edəcəm. Son bəlkə bir həftə ərzində video kanalımda az çıxır. Bu da nə ilə bağlıdır? Həmişəki kimi o biri kanala videoları hamısını tərcümə edib ora atmışam saata. Ona görə o biri kanalda hər gün saat 12-də təzə videodur. Yalnız bu səbəbə görə bu kanalda biraz ara vermişəm, biraz boşluq buraxmışam. Deməli, bununla reels çəkməyi istəyirəm. Hələ də mənim marazilkamdadır, hələ də açmamışam. Fikirləşirəm ki, maraqlasınlar, video alınar. Əslində mən 2 dənə video çəkməyi planlaşdırırdım. Sevdiyim SPF-nə də çəkməyi istəyirdim. Sadəcə onu tapa bilmədim. Bəzən olur məndə elə. Lazımlı məqam heç bir cür tapılmır. Sanki kimsə gəlib evdə qəsdən onu gizlədir. Bugün çox yüngülvari makiyaj eləyəcəm. Nə çən istifadə eləmək istəmirəm. Sadəcə tonalini üstündən belə pudra, üstündən də SPF vurmaq istəyirdim. Onu tapa bilmədim. Ümid var idi ki, tapılacaq evdə, amma tapılmadı. Dünən deməli Pərvanə sifariş vururdu və birdən görür ki, səbətdə düz 150 manat buna endirim verilir. Daha doğrusu 150 yox, 125 manat. Bu da özü şoka düşdü və skrin eləyib mənə atdı. Dedi ki, bax gör bu nədir? Səbətini mənlə bölüşəndə məndə düz 125 manat daha baha göstərirdi o seçdiyi şeylər. Və mənə bəzən elə gəlir ki, mən sizə nəsə danışanda elə bil ki, vozduxa danışıram, boş-boşuna danışıram. Mən axı hər videoda sizə deyirəm, mənim linklə daxil olanlar 150 manatlıq kupon əldə edə bilərlər və s. Deməli, Instagramda mən linklər qoymuşam Temunun və bu o linkdən keçid eləyib, çarxı fırladı və buna 150 manat veriblər. Sifariş daha böyük olsaydı o 150 manatı da istifadə edə bilər. Sifariş daha balaca olduğuna görə 125-i istifadə edə bilir. Videonu çəkməyinə çəkdim. Bəzilərini bəyəndim içində olan, bəziləri isə aşırı dərəcədə şirindir və heç dadlı deyil. Bilmirəm videoda nə deyim. Belə bir kofe var. Mən də ASMR formatında çəkməyi istəyirəm. Twix-də gəh tualetə getir, gəh məul deyir burada. İmkan vermir də bir normal video çəkim. Instagrama kontent çəkəndə o qədər az vaxt gedir. Bir saata hamısını yekunlaşdırmaq olar, lap çətin videonu belə. Videolarımın hamısının montajını da belə elədim. İndi gedirəm bağlama götürməsində Trendyol bağlaması da gəlib. Amma o biraz uzaqda, xutum yoxdur ora getmək. Özümlə qızlar Temudan sifariş elədiyim bu göy çantanı götürmüşəm. Çox rahatdım. Hava bayırda o qədər gözəl idi. Nə isti deyil, nə soyuq deyil, əsl gəzməli hava. Ona görə bayıra çıxanda fikrimi dəyişdim və Trendyol bağlamanı da götürəcəm. Bağlamanı götürdüm qızlar. Trendyol bağlamasını götürdüm. Bura həmişə mama gəlir. Və oğlan da deyir ki, həmişə sizin mamanız gəlir, deyir. Nə cüz gəlmişsiniz? Belə də olur. Böyük paket də aldım. Yaxşı ki, kartla ödəniş var. Sırası kartla ödəniş elədim. Yoxsa xırda olmur məndə. Elə bu metronun yanında nə qədər mağaza açılır və bağlanır. Hər kəs bu dərəcədə rəqabətdə eləyə bilmir də, davam eləyə bilmir. Burada isə böyük bir səhv edirəm. Oturam bir 10 dəqiqə hava almağa. Bir 15 dəqiqə sonra biləcəm ki, çox böyük səhv eləmişəm burada. Amma hava gözəl idi, ona görə oturub hava alıram. Yol üstü idi qızlar. Sizcə hara girdim? Dekalivam. Burada belə.
Burada belə 12 manata mən aldığım, nə deyirlər buna? Bəzən vlog çəkəndə beynim belə error verir. Prosta girmişəm baxmağa, görəsən burada maraqlı təzə nələr varsa. Bu duz qabından bizdə var. 5 manat 70 qəpiyyədir. Çox şirin görünür. Səhv dedimə 5 manat 90 qəpiydim. Bu qablarına qəşəng endirmə düşüb birdən baxın. 6 manat 50 qəpiyə, özü böyüklərdir. Balacalar isə 2 manat 90 qəpiyə. Baxın belə. Yay üçün bu zakolkaları bəyəndim. 1 manat 90 qəpiyədir. Fərqli rəngi var. Sən saçınızı hörüyürsünüz və ucuna bundan. Mən ümumiyyətlə limonlu nə görürəmsə ürəyim gedir. Bunlar isə maqnitdir. Baxın, xaladelnika zada qoymaq üçün 2 manat 50 qəpiyə. Burada belə bir şey də var. Bu gözəl stəkanlar bir ara endirimə düşmüşdü. Demişdim sizə qaçın alın. Çünki qiymət yenə qalxıb. 9 manata düşmüşdü bunlar. Məndə var deyə almamışam. Amma mən belə 2 dənəsinə 50 manat pul vermişdim. Yaduza gəlirsə sifariş edəndə. Bunu da almışam münasib qiymətə. Deyəsən 10 manat almışdım mən bundan. Bağlamanın dalınca evdən çıxan mən buradan çıxa bilmirəm. Baxıram görəsən başqa nə təzə evə ala bilərəm. Misal üçün bunlar xoşuma gəlir. 19 manat 90 qəpiyyədir və bunun içində siz açarları yığırsınız. Maşın açarı olsun, ev açarı olsun, itmir belə olanda və qapıya vurursunuz. Qapıya yox, divara vurursunuz. Bunu mən məsəl üçün qızlar bilmirdi. Mən bu stəkanların böyüyünü götürmüşəm, amma belə balacaları da var imiş. Bunlar yəqin ki kofe üçündür, set olaraqdır. Məncə hizlik almışam özüm üçün. Bunu sizə çox məsləhət görürəm. Bu set 44 manatadır, amma mən böyük almışam. Deyəsən 50 neçə manat olmalı idi, sərf eləmirəmsə. Mama mənə deməyinə dedi, amma mən görməmişdim alarkən. Baxın, bu setin elə başqa şeylər də var. Yəni ki, servis kimi hamısını alıb qırağa qoymaq olar. Bunu isə sırf mama üçün çəkirdim. Ona WhatsApp-a atmışdım. Gülün altına qoymaq üçün belə bir stul kimi bir şeydi. Mən mamaya deyəndə ki, Dekalivdə bundan var. Mama gəldi bura, gəzdi və qayıdıb mənə dedi ki, yoxdur burada. Amma görürsən, mama var. Tapdım mən bunları. Baxın, narla olan hər şey var imiş burada. Gəlib alacağım mən bunlardan da. Və bir servis düzəldəcəm özümə. Baxın, belələr də var narla. Kəşke hamısını eyni kolleksiyadan alardım. Elə daha bir-birinə uyumlu olardım. Birdən baxmayan izləyicilər də ola bilər. Mən cihizlik alış-veriş eləmişəm. Evə lazım olan əşyaları buradan aldım. 300 manatdan da çox pul xərclədim və bir video çəkdim bu barədə. O videonun linki bu videonun altında qoyacağım. Keçidilib baxa bilərsiniz. Əslində bu vlog çox uzun və maraqlı eləmək istəyirdim. Əsas da ki, böyük bağlamam var deyə fikirləşdim. Bir-bir açaram, sizə göstərirəm, premyerka eləyərəm. Nəhayət ki, uzun və qəşəng vlog olar. Bilirəm ki, siz də elə xoşlayırsınız, amma vay, mən mağazaları gəzərkən bura bağlandım. Cəmi 15 dəqiqə gecikdim. Mən də söz vermişəm, sizin üçün video paylaşacağım. Videoda nə göstərim? Bu videoda nə göstərəcəm? Elə özümə söz vermişdim ki, tez duracağım. Bu videonu tez həlləyəcəm. Çünki keçən videoda mən sizə demişəm ki, 10.000 like yığan kimi mən video atıram. Mən də fikirləşdim ki, kakras temu bağlamam var. Gələrəm evə, qəşəngcə səliqəli açaram. Videomu çəkərəm, həmin dəqiqədə paylaşaram. Bu da belə. Təsadüf bu qiyməti gördüm və elə sevindim. Dedim, nə yaxşı qiymətli alçıya üçün. Sonra görürəm ki, yox, qiymət buradadır. Bu isə bunun qiymətidir. Tuzlu olsun, yoxsa? Tuzlu. Ayda qızlar, necə təəssüfləndim, necə pis oldum ki, 15 dəqiqə gecikdim və bağlamanı götürə bilmədim. Çünki sabah da bazar gündür, birinci gündə mən rayona gedirəm. Bu paltarları da orada geymək istəyirdim. Neysə, keyfim təmiz pozuldu da yiyək. Buradan bir-iki dənə buluşka almışam. Bunları yiyək, qəşəng çay dəmliyək. Sonra göstərəcəm mən Trendyoldan nələr almışam.
Bağlamanı götürməyə gedərkən yolda bir neçə mağaza diqqət yetirmişəm ki, açılıb və sonra bağlanıb. Yəni ki, biznesi qabağa salmaq, idarə eləmək o qədər asan bir iş də deyil. Bəzən mənə tanış, biliş insanlar deyirlər ki, nəcəb sən öz biznesinlə məşğul olmursan, sənin axı kütlən var, sən də bir mağaza aça bilərsən və s. O insanlara həmişə deyirəm, siz düşünürsünüz ki, biznes açmaq elə asandır. Misal üçün 2-3 blogerdən reklam alan kimi partlayış olacaq. Biznesdə özünü doğrultmaq məncə ən çətin işlərdən biridir. Hələ ki çayımız dəmlənir, gəlin açaq bu 2 dənə bağlamanı və baxaq içində nələr var. Necə tutum heç özümdə bilmirəm ki, mənim məlumatlarım videoya düşməsin deyə. Deməli, bunun içində 2 dənə Makeup Revolution'un eyni paletləri var. Heç olmasa fərqli rəngləri götürərdim, bilirəm yazacaqsınız belə. Ya da ki, deyim ki, wow bir endirimi var idi, o da yox, standart bir qiymət idi, rəsmi səhifə idi. Sadəcə özüm dəhşət bəyəndiyim məhsulları bəzən alıb zapasa qoyuram. Prosta hədiyyə kimi bir tanış bir işə hədiyyə edə bilərəm. Kiminsə ad günü olur, zapasdan yığıram məhsul, hədiyyə edirəm. Bir sözlə evdə lazım olur. Özü ki, qəşəng upakovka eləyiblər hər ikisini. Yalnız birini açıram. Hansı mənim olsun? Gəlin bu. Da mənim üçün də sürpriz olacaq. Wow. Çok güzel. Hələ yaxşı ki 2 dənəsini götürdüm, çünki palet çox xoşuma gəldi və 2 dənə belə probnik qoyublar. Bu micellar sudur, bu boyda, çox böyük və Morphos'un şampunu qoyublar. Bundan əvvəl təzə palet alanda özümə qıymırdım, yəni istifadə eləmirdim. Fikirləşirdim ki, hələ ki əlimdə olan paletini bitirim, sonra bunu istifadə eləyərəm. Amma indi elə eləmirəm. Təzə palet mənim əlimə düşən kimi başlayıram istifadə eləməyə. Sразу kosmetiçkaya qoyacağam ki, sabah qəşəng yaşıl rənglərdə bir makiyaj eləyim. Bir dənə bu rəngin gözəlliyinə baxın siz, necə parıldayır. Qəşəngdir. Bir də ki, ən çox bu Revolution paletlərdə bilirsiniz nə xoşuma gəlir. Üstü dəmirdir, arxası da dəmirdir. Yəni ki, kirlənsə tenna zadına qəşəng rahat silmək olar. Misal üçün bu Catrice'in sevdiyim palet var, hansı ki mən hər gün istifadə edirəm. Mən bunu silirəm, çalışıram ki təmiz qalsın, amma yenə də bərbaddır vəziyyəti. Baxın belədir. Bunun üstü materialı belədir deyə çox tez kirlənir. Narsın upakovkaları da hamısı belə bərbaddır. Bu isə elə deyil. Bunu qoyuruq belə. Bunları da qoyuruq zapasa. İndi isə keçək ikinci bağlamaya. Sizcə burada nə var? Məncə yazısından tutmusunuz. İçində nə var? 4 upakovka almışam, hərəsi də 200 qram. Və deməzdim ki, wow dərəcədə bir indirimlə almışam, amma hər nə 2 məhsulunda linki videonun altında sizin üçün qoyacağım. Keçidəyə baxa bilərsiniz. Bu arada çayımız da qəşəng dəmləndi. Gəlin bu stəkanı götürək. Təzə aldığımız bulqaları da bəhbəhlə bu gözəl çayını yeyək. Çörəyini yedim, sразу makiyajımı sildim. Çünki bugün heç bir yerə getməyə planlaşdırmırdım, amma axşam bazarlığa getmişəm. Rezko planım dəyişildi və belə alındı. Təkrar yenə makiyaj eləməyə məcburiyyətində qaldım. Neysə görəcəksiniz birazdan. Deməli qızlar, sizin məsləhətə hal-hazırda ehtiyacım var. Mama ilə mənim aramızda anlaşmamazlıq baş verir. Gəlin əvvəldən söhbətini danışım sizə. Siz isə tam səmimi deyin ki, kim haqlıdır burada. İnşallah ailə həyatı qururam deyə. Atam mənə X bir məbləğ göndərib. Göndərmə də mamanın adına göndərib. Mama da gedib o məbləği götürüb bankdan. Atamdan soruşuram ki, konkret nə üçün? Papa da deyir ki, ürəyindən nə istəyirsə onu ala bilərsən o pula. Mən də o pula axırıncı iPhone almaq istəyirəm və DJI-ın təzə Cosmo kamerası. İkisini də o pula ala bilirəm. iPhone-u isə maksimal yaddaşını istəyirəm. Bu da hardasa 5000-ə yaxın puldur. Kamerada mükəmməl olsun vloqlar. Niyə də olmasın məndə o kameradan? Canon G7
NX Mark III təzə çıxanda papa alıb onu mənə sürprizləmişdi, hədiyyə eləmişdi. Papaya dedim ki, onu almaq istəyirəm. Papa dedi ki, ürəyin necə istəyirsə elə deyirəm. Problem burada başqa şeydədir. Pul hal-hazırda mamadadır. Və mama deyir ki, mən heç nə bilmirəm. Mən sənin üçün bir abırlı, qəşəng bir dənə servis alacağam. Təzə evə bahalı pərdə alacağam. Televizor və abırlı cihazlar alacağam. Cəmaət sənə gülür deyir. Yəni ki, mama bu pulu mənə vermir ki, mən istədiyim istiqamətə xərcləyim. Mən də bunu getdim papaya dedim. Papa dedi ki, get mama ilə bu problemini çöz. Bilmirəm mən uje. Mama deyir ki, onsuz da bu telefonla da vloqların qəşəng baxış sayıları yığır. Kameranı niyə inirsən? Canon'un var. Təzə çıxan kameranı almaq niyə məcburiyyətində qalırsan? Hələ başınız bahalı işıq almaq istəyir bu arada. Bəlkə də hardasa mənim sözlərim biraz özümü tərif kimi çıxacaq, amma mən hər zaman öz işimə can yandırıram. Montaj proqramının pullu versiyaları alıram. Təzə mikrofon çıxırsa onu almalıyam. Mütləq kontentim yaxşı olsun deyə. Misal üçün özümə bahalı çanta, lüks bir çanta almaya bilərəm, amma kontentim yaxşı olsun deyə belə bir şey pul xərcləyərəm misal üçün. İndi siz reylərdə yazın görüm kim burada haqlıdır. Bu yaşıl paletka ilə bir yüngülvari makiyaj eləmək istəyirəm. Buradan özünüzü də görə bilərsiniz. Deməli, bu rənglərdən istifadə edərək bir makiyaj eləmək istəyirəm. Çox abartılı eləmək istəmirəm, çünki bayıra çıxacağam və nədənsə aşırı dərəcədə belə çenlər vuranda özümü diskomfort hiss edirəm bayırda. Nə qədər yüngülvari bir şey eləyəcəm. Bilsəydim ki, bugün bazarlığa gedəcəm, mən makiyajı heç silməzdim əslində, amma necə oldusa elə də yaxşıdır. Həm sınamış oldum bu palet, həqiqətən pigmentasiyası mükəmməldir. Tam ürəyinizə məsləhət görə bilərəm. Çox xoşuma gəldi bu palet. Yaxşı ki, bunu aldım. Instagram üçün ümumiyyətlə belə abartılı bir makiyaj eləmək istəyirəm. Art makiyaj. Bugün isə yüngülvari bir şey eləyəcəm. Çox da cəmaət mənə gülməsin. Həm də ki, yaşıl nəsə paltar, sumka heç nə götürməyi planlaşdırmıram, amma yaşıl çanta ilə yaşıl makiyaj eləmək olar əslində. İndi ağlıma gəldi. Ona görə sırf sınamaq məqsədli makiyaj edirəm bundan. Ümumiyyətlə Makeup Revolution'ın tenləri, highlighterları olsun. Çox mən tərəfindən sevilir. Bir dənə pomadaları sevmirəm onların. Qalan hər şeyi sevərək istifadə edirəm. Nəhayət ki, yay gəlib çatıb bizə və günlər heç olmasa biraz uzundur. Çünki qış günlərdə adətən gec duranda da ümumiyyətlə gün o qədər qısa olur ki, durursan, bir zavtraq eləyirsən, gözünü açırsan, gün bitdi. Heç nə çatdırmaq mümkün olmur. Qabları burada saxlamaq istəmədim. Fikirləşdim bunları da yuyum, sonra gedim. Əslində yalnız qabları yumadım, bir çox iş gördüm evdə. Sadəcə hamısını çəkmədim. Çünki son zamanlar mənə elə gəlir ki, uborka ilə bağlı, motivasiya ilə bağlı videolar çoxalır və biraz sıxıcı gələ bilər sizə. Ümumiyyətlə nəyisə çəkəndə min dəfə düşünürəm. Görəsən bu maraqlı olacaq. Amma kaş elə şeyləri düşünməzdim. Heç nəyi düşünmədən gündə nə edirəmsə hamısını gərək çəkərdim. Belə olduğu halda daha çox kontent öz kanalında buraxardım. Bilərəm. Sizdən isə bircə xahişim olacaq. Kanalıma əgər abunə deyilsinizsə mütləq abunə olun. Günlər nə qədər uzun olsa da yayda mən hazırlaşana qədər axşam oldu və indi gedirik. Bunu çəkməyi istədim, amma uspet eləmədim bunu çəkməyi. Burada deməli itlərdir və burada dayanan svetoforda maşınlar bu itlərə çörəkdir, nəsə atırdılar. Yəni ki, belə insanları görəndə o qədər ürəyim sevinir və yaxşı ki varsınız. İnşallah bunun 1000 qatı Allah sizə əvəzini versin. Gəlmişik burada, bravoya. Burada belə dadlı şeylər görürəm mən. Yadıma düşmür alış-veriş. Səbətlər dedilər ki, bayırdadır. Bayırda yalnız biridir, o da qırıq. Belə yerlərdə mikrofonu çıxartmaq lazımdır çantadan və sizə bir belə danışmaq. Burası xotum yoxdur. Bir də çıxart, yandır. 6 manat 79 qəpiyə belə əzilmiş, büzülmüş gilas. Belə kofe heç görmüsünüz, 13 manat 49 qəpiyədir Milka ilə kolaborasiya. Bu dəfə həqiqətən evə lazımlı əşyalar alıram. Domestos böyük götürdüm, 6 manata idi. 5 manata belə balacalar da var idi, amma bu böyükdür və endirimə düşüb. Baxın, 6 manata düşüb. 2 manata belə bir sabun. Evdə göstərməyəcəm, elə supermarketdə sırası göstərəcəm nələr alırıqsa. Çantanı da qoyaq belə. Supermarketə daxil olanda bir dənə xanım gördüm. O qədər gözəl idi qızlar. 1 qram makiyajı yox idi üzündə və dəhşət gözəl bir xanım idi. Yoğurtlardan nəsə götürmək istəyirəm. Son zamanlar yalnız bunu alıram.
Amma hansı dadı ilə götürəm heç özüm də bilmirəm. Sirok da götürmeyi istiyordum kızlar, amma mənim son vaxtlar yediyimdən burada təəssüf ki yoxdur. Bunu isə çox da xoşlamıram. İçi dəhşət şirin olur bunların. Bunlar deyəsən şirin növləridir, amma mən belə turş nə deyirlər, duzlu xoşlayıram. 2 manat 50 qəpiyyədir bu. Bu pendir 13 manatadır. Çox iştah açıcı görsənir. Görürsən həqiqətən dadlıdır bu. Bu lap uşaqlığımın pendiridir. 65 qəpiyyədir deyəsən. Hə, 65 qəpiyə 2 dənə götürək bunlardan da. Şirniyyatları, keksləri hazırlayarkən belə bir şey lazım olur. 85 qəpiyə. Rozovaya upakovka görən kimi diqqətimi çəkdi. Baxın, belə bir duz var. 3 manat 65 qəpiyə. Görəsən bu yaxşıdır və yaxud yox. Rey bölməsində yazın mənə. Hələ ki almıram. Gözləyirəm sizdən reaksiya. 2 dənə belə mixek götürürəm. Çox gözəldir. Çay əlavə edəndə ləzzətli çay alınır. Supermarketə gəlim bunlardan götürməyim. Ola bilərmi elə bir şey? Təbii ki yox. Makaronların arasında birdən sizə maraqlı olar çəkirəm. Deməli, ən sevdiyim baxın belə prujindir. Qiyməti isə 1 manat 80 qəpikdir roldan. Bundan götürəyim. Bir də ki bu brendi bəyənirəm. Bunu da götürək. Qiyməti yoxdur. Heç bilmirəm neçəyə desəm. Bir dənə ketçup götürməliyəm. Reylərdə də bunu çox tövsiyə eləmişdiniz mənə. Deməli, qiyməti 4 manat 25 qəpikdir. Bu acılıdır. Bu isə acısız. Gəlin acılı götürək. Ataq. Səbətə əlavə edəndən sonra görürəm ki, böyüyü qəşəng endirimdədir. Baxın qiymətinə. Və böyüyünü almaq daha sərfəlidir. Ona görə bu gedir səbətə. Bu isə gedir avratına vura. Bunlardan birini alıb video çəkmək lazımdır. Bu deyəsən dəhşət acılı bir noodle'dır. Belə fərqli məhsulları axtarıb sizin üçün shorts videoları çəkməliyəm. Çoxdandan çəkmirəm. Baxın, bu 5 manat 49 qəpikdir. Amma bilinmirdi, dadlıdır yoxsa yox. Supermarketdə ən sevdiyim razdel. Bilirəm ki ziyanlıdır, bilirəm ki olmaz, amma neyiniyim. Baxın, bu çox dadlıdır. 12 manat 99 qəpik. Amma bunu almaqdan isə gedib bir dönər almaq daha sağlamdır. Daha уже evdə bir göstərməyəcəm. Baxın, bu qədərdir hələ ki. 8 manat neçəsə qəpikdir. Baxın belə. Gürcüstana gedəndə orada sınadığım burayla yerinə göy qədər fərq var təəssüf ki. Burada da satılır, amma dadı o deyil də. Gürcüstanda dəhşət dadlı idi. Bir dənə belə bir sok. Həmin markanın belə bir qəndidir. Polkaya qoyub telefonu özümü çəkirəm. Güya ki mənim xəbərim yoxdur. Diqqət yetirin. Bu qaranlıq yerdə qabaq kamera telefonu nə dərəcədə mükəmməl və gözəl çəkir. Ona görə adam tərəddüd edir. DJI almağa dəyər və yaxud dəyməz. Baxın, bu 190 qramdır. Mən aldıqlarım isə 200 qramdır. Qiymətə baxın. Mən çox sərfəli almışam. Baxın, bu Roshen brendi Ukrayna istehsalıdır. Çox xoşuma gəlir. Ümumiyyətlə, nə istehsal edirlərsə bunlar dadlı olur. Burada güya ki möhtəşəm indirim var. Halbuki həmişə bu qiymətədir də. Şirniyyatların arasında ən sevdiyim Rafaeladır. Bu balaca upakovkasıdır. Qiyməti 4 manat. Mən standartını götürməyi istəyirəm. 8 manatadır. Daha doğrusu 8.80'ə. Buradaki fruktovi sad. Bu ışıqda qızlar dəhşət dərəcədə üzüklərim parıldayır. Bu bijuteriyadır, amma bu da parıldayır. Bilməm, buradaki ışığa nə edə bilərsə. Bir bilsəydiniz siz bu nə dərəcədə yumuşaqdır. Videodan hiss olunmur da təbii ki. Amma dəhşətli bir şeydir. Görəsən neçədir bu? İnanmayacaqsınız, amma bu 10 manatdır. Daha 11 manat. Dəhşət baha. Yoxsa alacaq idim. Nə maraqlı, bu konfeti alırsınız. Üstündə bu hədiyyə
Konfetdən daha böyük hədiyyə. Maraqlı. Kruşka dəlisi. Bir kruşkanı da aldım. 3 manat 49 qəpiyə idi. 3 manat yarıma. Çəkmədim sizə heç. Baxın, belələr də var idi. Amma bunun kulpunda problem var. Belə yay bu havalı var. Videoda o qədər qəşəng düşmür. Amma real həyatda qəşəngliklər. Amma hərəsi bir defektləndi. Barkodunu bura vurursunuz və qiyməti öyrənirsiniz. Kasaya getməmiş. Yiyəcək, yeməyəcək gözümdə bilmirəm. Amma bunu almaq istəyirəm. Proba üçün Twix-ə. 2 dənə də Felix. Məndə evdə var. Baxın, indirimə düşüb Sleepy. 6 manata. Bunlar da çox gözəldir. Güzgü üçün mütləq alın. Güzgü üçün mən bunu istifadə edirəm. İz buraxmır. Bravo'da belə ətirlər satıldığından tam olaraq xəbərsiz idim. Halbuki testerlər də var. Sınayıb ala bilərsiniz. 19-20 manata. Bir də ki, Garnier'in bu maskalar qəşəng indirimdədir. 3 manat 19 qəpiyə. Bunu görəsən marketinq bura qoyub, yoxsa hansısa bir uşaq. Çox şirin görünür. Və yenə yadıma düşdü ki, meyvə qurudan aparat sifarişi eləməliydim. Görəm yerinə. Bunu da göstərməmişəm sizə. Alışverişim oldu 102 manat. Hələ heç bilməzdi ki, burada parklanmada ödənişlidir. Yəni ki, 1 saatdan o tərəfə keçirsə alışverişiniz, pul ödəməlisiniz. Bugünlük isə bu qədər. Çox sağ olun ki, bu uzun vloqa axıra qədər izlədiniz. Sizi çox sevirəm. Sağ olun.